Hoş gördük. Mərhəmətli və rəhimli olan Allahın adı ilə başlayıram. Bugünkü söhbətimiz İslam dinində ən böyük günahlardan biri olan insan öldürmək, insan qətl etmək haqqındadır. Bu günah Quran-ı Kərimdə Allah Taala'nın əbədi əzab vədəsi ilə və Peyğəmbər Əleyhisselamdan bizə çatan hədislərdə böyük günahların sıralamasında 7-10 böyük günahın içində yer alması ilə bağlıdır. Bu günah bir insanı qəsdən həyatdan məhrum etməklə bağlıdır və İslam dinində ən böyük günahlardan biri hesab olunur. Bildiyimiz kimi insanın yaşama hüququ onun təməl hüquqlarındandır və bütün hüquqların başında gəlir. Bir insanı öldürmək, onu bu yaşam hüququndan məhrum etmək deməkdir. Peyğəmbər Əleyhisselamın dövründə də bu hədislərdən bizə çatdığına görə bir insanı, sıradan bir insanı deyil, bunun bir çox şərtləri var. Müsəlman və mömin bu statusda yer alır. Nəinki müsəlman haqsız yerə bir kafiri belə öldürməyə Peyğəmbər Əleyhisselam razı olmamış və bu tələb Quran ayələri ilə də sabitdir. Deməli, iki meyar yer alır. Yer üzərində fitnə, fəsad törətməmək və insanları qətl etməmək. Yəni, bu iki şərtlə bağlı, bu iki əmələ yol verməmiş bir insanı öldürmək ən böyük günahlardan biridir. Deməli, İslam dini insanın öldürülməsini ümumilikdə haram bilmir. Bu, bəzi vaxtlarda ümumiyyətlə zərurət halıdır və insanın bildiyimiz kimi özünü müdafiə hüququ vardır. Bu hüquq deməli, dünyəvi qanunlarda da təsbit olunmuşdur. Yəni, bir insan deməli, dövlət, vətən qarşısında borclarından biri də onun öz vətənini müdafiə etməsidir. Bildiyimiz kimi 2020-ci ildə biz Allaha şükürlər olsun ki, torpaqlarımızı azad etdik və 3000 şəhidimiz var. Həmin şəhidlər də bu ən böyük İslam dinində ən böyük ölüm statusudur. Yəni, o şəhidlər də öz şəhidlikləri ilə və analarımızın yetişdirdikləri həmin qəhrəmanların qanları nəticəsində biz torpaqlarımızı azad etdik və onlar özləri də həmin ölümü qarşı tərəfə, həmin ölümü olmasa da, çünki onların ölümü şərəfli ölüm idi, qarşı tərəfdəki kafirlərə o ölümü yaşatdılar və bu İslam dinində qəbul olunası ölümdür və bir insanın öz ailəsinə hücum olarsa, ailənin böyüyü kişi bu deməli evi qorumaq onun vəzifəsidir və Allah Taala da Peyğəmbər Əleyhisselama buyurmuşdur ki, Allah evini qorumayan möminə nifrət edər. Yəni, deməli, bir insan öz evini qorumalıdır və onu öldürməklə təhdid edən və bu niyyətlə onun üzərinə öldürmək məqsədi ilə hücum edən insana qarşılıq verə bilər. Deməli, müsəlmanın öldürülməsi adi bir kafirin öldürülməsindən daha böyük bir hadisədir. Bunun ən şiddətli halı isə bir mömini öldürməkdir. Yəni, mömin Allahın dostudur. Mömin cəmiyyətdə həm dini dəyərlərin, həm insani və bəşəri dəyərlərin qoruyucusudur. Onu öldürmək ümumilikdə insanlığın sahib olduğu bu dəyərləri məcazi mənada öldürmək deməkdir. Bu barədə də Quranda Allah Taala ayə göndərmişdir və bu ayəni əfsus ki, bəziləri yer üzərində bir ikəsi
öldürməklə başlayırlar ki, bu da olduqca səhv fikirdir. Yəni Allah Taala bir kəsin öldürməsindən danışmamışdır. Burada mütləq surətdə əgər bir insan bu şəkildə bəzən bu ayəni yanlış şəkildə cəmaata çatdırırlar və bildirirlər ki, bir insanı öldürmək bütün insanlığı, bəşəriyyəti öldürmək kimidir. Qətiyyən bildirirəm ki, bu belə deyildir. Allah Taala bu şəkildə ayə göndərməmişdir və mütləq şəkildə Allah Taala bildirmişdir ki, bir kəsi öldürməmiş və yer üzərində fitnə, fəsad törətməmiş bir kimsəni, bir mömini öldürmək. Və ayə də deməli bu şəkildədir. Əl-Maidə surəsinin 32-ci ayəsində Allah Taala buyurur ki, hər kəs bir kimsəni öldürməmiş və yer üzərində fitnə, fəsad törətməmiş bir şəxsi öldürərsə, o bütün insanlığı öldürmüş kimidir. Və hər kəs belə bir kimsəni dirildərsə, yəni onu ölümdən xilas edərsə, bütün insanlığı diriltmiş kimidir. Gördüyümüz kimi burada hər kəsdən söhbət getmir. Burada yalnız heç bir, hətta kafir də olsa, yəni başqa dinin mənsubu da olsa, bütpərəst də olsa, yəni sizin düşməniniz də olsa, o sizi öldürməyə, siz onu düşmən və yaxud da o sizi düşmən bilir. Amma sizi o öldürməyə gəlməmiş və yer üzərində də böyük fitnə fəsadlar törətməmiş bir insanı qəsdən öldürmək, bütün insani dəyərləri öldürmək kimidir. Bildiyimiz kimi mömin Allahın dostudur. Peyğəmbər əleyhissalamın hədisində də bildirilir ki, Allah buyurur ki, hədis-i qudsidə möminin mənim yanımda hörməti Kəbə evindən də üstündür. Yəni mömini öldürmək həmin deməli sadaladığımız bütün insani və dini ən yüksək dəyərlərin, əxlaqın öldürülməsidir ki, bunu da Allah Taala ən böyük cinayət hesab edir. Quranın digər ayəsində deməli 4-cü surə Nisa surəsinin 93-cü ayəsində Allah Taala buyurur ki, hər kəs bir mömini şəxsi qəsdən öldürərsə, onun cəzası əbədi qalacağı cəhənnəmdir. Allah ona qəzəb və lənət edər. Axirətdə onun üçün böyük əzab hazırlayar. Yəni göründük kimi Allah Taala həmin insana deməli lənət etmişdir, qəzəb etmişdir və onu cəhənnəmə salacağı barədə xəbərdarlıq edir. Buna görə bu ən böyük günahdan biz çəkinməliyik. Bildiyimiz kimi insan öldürməyin müxtəlif üsulları var. Onlardan biri də intihardır. Yəni insanın özünü yaşamaq hüququndan məhrum etməkdir, özünü öldürməsidir ki, bəzi insan Peyğəmbərin bəzi hədislərində bu öldürmək, digər insanı öldürməkdən də daha böyük günah hesab olunur. Quranda da bir ayədə Allah Taala əmr formasında buyurur ki, özünüzü öldürməyin, çünki bu iş həqiqətən də böyük günahlardandır. Deməli, intiharın müəyyən növləri var. Deməli, eftanaziya adlanır bu. Yəni, eftanaziya yardımlı ölüm deməkdir. Yəni, ölmək istəyən bir kəsə kömək edərək onun ölümünə qərar verməkdir. Əfsus ki, Avropada deməli, keçən əsrdə belə bir klinikalar yaranmışdır. Bu klinikalar ilk dəfə Hollandiyada yaranmışdır. İlk ölüm, yardımlı eftanaziya ölümü də orada həyata keçirilmişdir. Eftanaziya özü də iki yerə bölünür. Onun biri aktiv eftanaziya, o birisi isə pasiv eftanaziya adlanır. Aktiv eftanaziya adından göründüyü kimi, yəni ölmək istəyən bir şəxsin xahişi ilə ona yardım etmək və onu öldürməkdən ibarətdir ki, bu da İslam dinində ən böyük günahlardan biridir və bir mənalı surətdə haramdır bu əməl. Bu deməli klinikalarda insanın öz tələbi ilə müəyyən sənədlər çərçivəsində insanın deməli tələbi ilə həkim ona ölüm dozası verir və bununla da o ağrılı can vermə halından
azad olur. Deməli, bu aktiv evtanaziya haramdır. Digəri isə passiv evtanaziyadır ki, bu da müəyyən ağır xəstəliklərin müalicəsi olmayan, tapılmayan ağır xəstəliklər zamanı deməli insanın müəyyən koma halında olması, məsələn, beyin iflizi keçirilməsi, onun beynin müəyyən yarımkürələrini hələ fəaliyyətini davam etdirməsi və bədənini isə tədricən iflas etməsi, daxili orqanların iflas etməsi nəticəsində nəfəs aparatına bağlanması ilə əlaqədardır və onun deməli nəfəs aparatından ayrılması bütünlüklə onun öldürülməsi demək deyil. Bu onun müalicəsinin dayandırılması deməkdir ki, bu da icazəli görünməmişdir. Tamamilə haram olmasa da, böyük günah olmasa da artıq ona ölüm gəlmişdir. Onun bədənini tibbi cəhətdən geriyə dönüşü sağalması qeyri-mümkündür. Bildiyimiz kimi klinikalarda da günlük müalicə xərcləri olduqca bahadır və bu halda deməli həmin klinikalar xəstənin yaxınlarına müraciət edirlər və onların deməli ən yaxınlarının bu haqda qərar vermək haqqı vardır ki, bunlar da bir mənalı surətdə haram olmasa da elə halal da deyil. Deməli, bundan başqa qatilin cəzası məsələsinə gələk. Qatilin cəzası İslam şəriətində ölümdür və bu ölümə onun yaxınlarına hüquq verilmişdir. Ondan intiqam almaq hüququ verilmişdir. İslam şəriətində də buna şəri məhkəmədə baxılır və onun öldürülməsi hadisəsində son söz onun yaxınlarına aiddir, ailə üzvlərinə aiddir. Ailə üzvləri istəsə onu bağışlaya da bilərlər, istəsə onun deməli ondan intiqam alınmasına da qərar verə bilərlər. Lakin dünyəvi qanunlarda, müasir qanunlarda bu məsələ yoxdur. Lakin bu yalnız yüngülləşdirici hal hesab oluna bilər. Yəni, müasir demokratik qanunlarda da insan öldürülməsi ağır cinayətlərdən hesab olunur və bizim ölkəmizdə ölüm hökmü yoxdur. Digər ölkələrin bəzi ölkələrdə ölüm hökmü qalmışdır və həmin ölkələrdə bu ölümlə, bizim ölkəmizdə isə bir nəfər və bir neçə nəfəri həyatdan məhrum etmək və xüsusi amansızlıqla bəzən öldürmək ömürlük cəza ilə cəzalandırılır və bir məsələni də bildirək, yer üzərində ümumiyyətlə iki ilk qətl hadisəsi Adəm əleyhissalamın oğlu, böyük oğlu Qabil tərəfindən törənmişdir. Kiçik oğlu Habili öldürməklə baş vermişdir və deməli öldürülən qatilin öldürülənin günahlarını da öz boynuna götürməsi İslami prinsipdir. Bu Quran ayəsində də yer alır. Habil qardaşına deyir ki, əgər sən məni öldürsən, mənim də günahlarımı öz boynuna götürərsən. Buradan da görüktüyü kimi həqiqətən də bir insan bir insanı haqsız yerə qətl edirsə, onun günahı da boynuna yüklənmiş olur. Bu bəzilərinə görə, bəzi alimlərə görə, hədislərə görə bu borc da daxildir, bəzi hədislərə görə isə borc bura daxil deyil. Deməli, söhbətimizin bir hissəsi də kütləvi insan qətli ilə bağlıdır. Bu, əsasən qadınların həyata keçirdiyi körpələrin kütləvi qətliyam üsulu, üzr istəyirəm analarımızdan, bacılarımızdan abort ilə bağlıdır. Əfsus ki, bu bütün dünyada bu əxlaqsız hərəkət geniş vüsət almaqdadır. Bildiyimiz kimi bir neçə ilin bundan qabaq statistik məlumata görə Azərbaycan Çindən sonra ikinci yerdə dururdu qız uşaqlarının öldürülməsinə görə. Yəni bu əməl artıq bizdə ən geniş dünyada vüsət alan hala çevrilmişdir. Deməli, cahiliyyət ərəblərində də bu adət olmuşdur. Onlar da qız uşaqlarını öldürürdülər. Həqiqətən orada oğlan uşağının doğulması insanlara böyük müjdə hesab olunurdu. Quranda da bu haqda var. Allah Teala buyurur ki, onlara qız uşağının doğulanacağı xəbər verildikdə onların üzü qaralar. Həqiqətən də Peyğəmbər Əleyhisselamın dövründə bəzi tayfalarda bu adətlər olmuşdur. Lakin bəziləri yanlış
şəkildə bunu bütün ərəblərə aid edirlər. Ərəblər qız uşaqlarını öldürürlər kimi fikrin yayırlar ki, bu da olduqca yanlışdır. Onda həmin adamlardan sual oluna bilər ki, ərəb xalqı necə çoxalırdı? Hansı vasitələ çoxalırdı? Yəni, bu absurddur, lakin bəzi tayfalarda həqiqətən də bu baş verirdi və qız uşaqların, təsəvvür edin ki, ölməmiş, diri-diri təzə doğulan qız uşaqların, bəzən hətta bu uşaqlar 5 yaşına, 10 yaşına çatmış qız uşaqların diri-diri quma gömürdülər və onlar əsasən bunu ata həyata keçirirdi və ata-atacan deyərək, deməli, quma gömülürdülər uşaqlar və torpağın altında ana-ana fəryadı ilə can verirdilər bu körpələr. Əfsus ki, bunun digər bir forması, yəni müasir forması abort şəklində bugünkü gündə də həyata keçirilməkdədir və Beynəlxalq Səhiyyə Təşkilatının deməli bir neçə il bundan qabaqki məlumatına görə dünyada 50-55 milyon rəsmi şəkildə abort həyata keçirilir, uşaqlar öldürülür. Bu yalnız rəsmi şəkildədir, çünki abortun ən çox halları qeydiyyata alınmamış hallardır və özlərinin də deməli təsdiq etdikləri kimi bu həqiqət olan 3-4 dəfə azdır. Həqiqətdə isə bu 200 milyondan dünyada çoxdur. Deməli, bir faktı da demək kifayətdir ki, 20-ci əsrdə bildiyimiz kimi 2 dünya müharibəsi olmuşdur. 14-18-ci ildə 1-ci dünya müharibəsi, 39-45-ci ildə 2-ci dünya müharibəsi olmuşdur və bu 2 dünya müharibəsində üst-üstə 100 milyondan az adam həlak olmuşdur. Təsəvvür edin ki, müasir dövrümüzdə bir ildə 2 dünya müharibəsindən, yəni 100 ildə baş verən müharibədən 2 dəfə daha artıq hər il insan öldürülür. Və əfsus ki, buna dünyada da və bizim ölkəmizdə də qadınlarımız buna yol verir. Və mən Azərbaycan nə qədər hüququm çatır bilmirəm, amma Azərbaycan xanımlarına müraciət etmək istəyirəm. Namuslu, ismətli, qeyrətli, gözəl xanımlarımız, analarımız, bacılarımız, siz uşaqlarınızı bu şəkildə kütləvi surətdə öldürürsünüzsə, Peyğəmbər əleyhissalamın sizə sözünü çatdırmaq istəyirəm. Peyğəmbər əleyhissalam buyurur ki, qiyamət aləmdə, məhşərdə əsasən qadınların öldürdüyü uşaqlar onların qarşısına dikiləcəkdir. Və bunda əlbəttə kişilərin də məsuliyyət daşıyır, kişilərin də payı var və onlar ailə üzvləri kimi, yetkin insanlar kimi, bildiyimiz kimi cənnətdə qızlar təxminən Peyğəmbərin hədisinə görə 18, oğlanlar isə 33 yaşında olacaq və yetkin insan kimi onların valideynlərinin qarşısına dikiləcəklər və onlardan hesab soracaqlar. Onları öldürməyin səbəbini soruşacaqlar ki, Allah bizi o ailədə, sizin ailənizdə qərar vermişdi, bizim nə günah sahibi edik ki, bizi öldürdünüz. Əsasən də qız uşaqları, yəni hörmətli, ismətli Azərbaycan qadınları, xahişimiz odur ki, qız uşaqlarını öldürməkdən əl çəkin. Bu, Allahı qəzəbləndirən ən böyük insan qətillərindən biridir. O uşaqları Allah Taala sizin ailənizdə qərar vermişdir. Onları öldürmək, digər uşaqları isə yaşatmaq ən böyük ədalətsizliklərdən biridir ki, əmin olun ki, siz Allaha əgər iman gətirmişsinizsə Allahın varlığına və onun Peyğəmbərinə, kitabına iman gətirmişsinizsə, əmin olun ki, məhşərdə siz öldürdüyünüz, abort etdiyiniz həmin uşaqlarla yetkin şəkildə digər ailə üzvləriniz kimi qarşılaşacaqsınız və onlar sizdən haqlarını tələb edəcəklər. Əfsus ki, bizim xalqımızda həqiqətən də bu qədimlərdən də mövcud olmuşdur. 7 oğul istərəm, bircə dənə qız gəlin bizim xalqımızda həqiqətən deyimdir. Hətta belə filmdə var. Bu nə qədər ədalətsizlikdir ki, 7 oğul, bir dənə qız. Sual olunur, bəs o oğlanlarınızı hansı qızlara alacaqsınız?
Yəni indiki dövrdə analar bəzən oğullarına qız tapmaqda çətinlik çəkirlər. Bəs qız uşaqlarını öldürməklə ən böyük günah sahibi siz deyilsinizmi? Bu təkcə analarımızın, bacılarımızın günahı deyil. Burada əsasən kişilər də rol oynayır, özü də böyük rol oynayır və bu işi qızışdıranlar da əsasən qaynanalardır. İsmətli Azərbaycan qaynana olan xanımlarımız, bu işdən əl çəkin. Oğlanlarınız nə qədər də bu işə razı olsalar da, qaynanalar əgər oğlanın anası, kişinin anası istəməzsə, yəqin ki, bu iş baş tutmayacaq. Peyğəmbər əleyhissalam bildirir ki, bir əgər mömin iki qız uşağını həqiqətən tərbiyəli böyüdüb ər evinə yola salarsa, o cənnətdə yerini hazırlasın. Bizim təfəkkürümüzə, əxlaqımıza, idrakımıza nə qədər də yad olsa da, qız uşağı bildirirəm ki, mən bildirirəm, bu mənim beynimin, təfəkkürümün məhsulu deyil. Mən sizə Peyğəmbərin sadəcə Allahın sözünü çatdırıram. Peyğəmbər bildirir ki, qız uşağı oğlan uşağından bərəkətlidir və qız uşağı sizin cənnətə girməyinizin vasitələrindən biridir və onun başında gəlir. Qız uşaqları Peyğəmbər əleyhissalam ümmətinə əmanət olduğunu bildirmişdir və qız uşaqları həqiqətən də kişilərə əmanətdir. Onları öldürməklə İsmətli Azərbaycan qadınları Allahın qəzəbinə gəlməkdən çəkinin. Biz özümüz də bu işləri etməkdən və övladlarımız da bu yönümdə tərbiyə etmək ümidi ilə sizlərdən ayrılıram. Esselamu aleykum və rəhmətullahi və bərəkatuhu.